Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'inə. Əmmə bə'd. Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu. Və aleykümselam. Hamınızı xoş gördük. Allah sizdən razı olsun. İlk olaraq təşəkkür edirəm. Bu məclisi Quran qardaşlardan Allah razı olsun. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, mən ləm yeşkurun nəsə lə yeşkurullah. Kim insanlara təşəkkür etməzsə, Allaha da şükür edən sayılmaz. Sonra təşəkkür edirəm Coşqun qardaş, Allah razı olsun, Coşqun müəllim gözəl bir xatırlatma etdi. Həqiqətən neçə vaxtlardır belə xatırlatmaya ehtiyacımız var idi hamımızın. Eşitdik, faydalandıq. Allah razı olsun. Bu günləri Allahın izni ilə sizinlə bir mövzunu paylaşmaq istəyirəm. Özümə də, sizlərə də bir məsələni xatırlatmaq istəyirəm. Həqiqətən olduqca mühüm bir mövzudur. Yəni, insanın, müsəlmanın nə cür nə qul olması Allaha Subhanahu wa Ta'ala. Əslində, ən yüksək məqamlarda Allah Subhanahu wa Ta'ala öz Rasulunu Muhammed sallallahu aleyhi ve selləmi qul olaraq adlandırıb. Elə məqamlar var ki, həqiqətən o məqamlara ancaq qulluq ilə çatmaq olur. Düzdür, insanlar arasında fərqlidir. İnsanlar elə fikirləşirlər ki, çoxlu var dövlətlə, oğul uşaqla, nəsil acabətlə insan yüksəlir. Lakin bu elə deyil. Allah Subhanahu wa Ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında xəbər verəndə buyurur ki, qulunu Məscidül Haramdan Məscidül Aqsaya aparan. Bildiyiniz kimi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Məscidül Haramdan Məscidül Aqsaya İsra və Meyrac rihləsində, səfərində. Həmin o yerdə Allah Subhanahu wa Ta'ala orada qul adlandırır. Subhanəlləzi əsra bi abidihi. Fikir verirsiniz. Abid yəni nə deməkdir? Qul. İsra və Meyrac səfəri çox əzəmətli idi. Mədinədən, Məkkədən Beytül Maqdisə bir aylıq yol idi. At ilə, uzun qulaq ilə, dəvə ilə. Lakin Allah Subhanahu wa Ta'ala öz qulunu Muhammed sallallahu aleyhi ve selləmi bir gecənin içərisində Buraq adlı heyvanın üzərində apardı Məscidül Aqsaya və Məscidül Aqsada Peyğəmbərimiz sallallahu aleyhi ve selləm bütün peyğəmbərlərə namaz qıldırdı və sonra Allah elçisi Cəbrail aleyhissalamla səfərə qalxdılar. Göy qatlarına. Hər dəfə qapılar açılırdı. Deyirdilər, kimdir? Mələklər. Deyirdi ki, Cəbrail aleyhissalam mən və Muhammed sallallahu aleyhi ve sellem. Orada peyğəmbərlər qarşılayırdı. Əzəmətli səfər, subhanallah. Su həddindən artıq. Fikir verirsiniz. Hətta elə bir yer var, məqam. Oraya gəldilər, çatdılar. Cəbrail aleyhissalam orada dedi ki, ey Muhammed sallallahu aleyhi ve sellem, artıq buradan oynaya bacarmıram. Buradan oynarsan tək qalxacaqsın. Fikir verirsiniz, subhanallah. Allah subhanahu teala orada bəzi fərzləri, bəzi nafilələri nazil etdi Muhammedə sallallahu aleyhi ve sellemə. Ən yüksək məqam idi, Allahu akbar. Subhanəlləzi əsra bi abdihi. Fikir verirsiniz, abd, qulunu. Ən yüksək məqamda Allah subhanahu nə adlandırdı? Qul adlandırdı. Muhammedə sallallahu aleyhi ve sellem. Deməli, yüksək məqamlara çatmaq üçün nə olmaq lazımdır? Allaha qul olmaq. Allaha qul olmaq. Sonra başqa bir ayədə Allah subhanahu buyurur ki, Təbarəkəl-ləzi nəzzələl-furqan alə abdihi. Allah, o Allah ki, Subhanahu wa Ta'ala pakdır, nöqsansızdır, münezzəhdir. Quluna Furqanı, Quran nazil etdi. Gəlin indi baxaq Quran-ı Kərimin əzəmətinə. Quran-ı Kərim səmavi kitabların içərisində ən fəzilətlisi, ən əzəmətlisidir. Allahın kəlamıdır, Subhanahu wa Ta'ala. Allahın kəlamıdır. Fikir verdiniz, quluna nazil etdi. Burada da qul adlandırdı. Quran-ı Kərimin əzəməti Peyğəmbərə sallallahu aleyhi ve sellemə nazil olunduğuna görə fikir verirsiniz, Allah Rasul sallallahu aleyhi ve sellem əşrəfun nəs idi sallallahu aleyhi ve sellem. İnsanların ən şərəflisi idi. Peyğəmbər sallallahu aleyhi ve sellem kimi yer üzündə elə bir insan olmuyor və olmayacaqdır. Necə ki, hədisdə keçir İbn Məsud radiyallahu anh o deyir ki, Allah Subhanahu wa Ta'ala dünyanı yaratmamışdan öncə 50 min il öncə insanların qəlbinə baxın. Və bütün insanların qəlbinə baxandan sonra
ən təmiz olan qəlb Muhammedin qəlbini seçib. Sallallahu aleyhi və səlləm. Sallallahu aleyhi və səlləm. Görürsə, ona ən əzəmətli kitabı nazil edib. Hansı ki, o kitabın haqqında Allah Subhanahu nə buyurur? Biz bu Quranı dağlara nazil etsəydik, Allahın qorxusundan paramparça olar bu dağlar. Siz düşünün, yəni bunlar xəyali söhbətlər deyil. Yəni bunlar əfsanə deyil. Bəzi vaxtlarda biz eşidirik, əfsanələr, nağıllar. Bu Allahın kəlamıdır, subhanallah. Yəni, gözünüzün qabağına bir dağ gətirin və fikirləşin ki, Allah Subhanahu Quranı ora nazil edib, o dağın nə cür nə paramparça olmağını təsəvvür edin. Vallahi. Subhanahu teala. Görürsünüz, bu cür əzəmətli kitab Muhammedə sallallahu aleyhi ve sellemə nazil olub və qul adlandırılıb. Görürsünüz, subhanallah. Sonra 3-cü ayədə Allah Subhanahu teala buyurur ki, وَلَمَّا قَامَ عَبْدُ اللّٰهِ Necə ki, deyir ki, elə ki, deyir, qulumuz deyir, qalxdı namaza. Namaza qalxarkən. Deməli, namaz da nədir? Ən əzəmətli ibadətlərdən. Tövhiddən sonra ən əzəmətli. Ən əzəmətli ibadət kim? Muhammed sallallahu aleyhi ve sellem. Qul olaraq. Ən əzəmətli ibadət üçün kim qalxdı? Muhammed sallallahu aleyhi ve sellem. Məqamlara fikir verdiniz. İsra Meyrac səfəri, Quranın nazil olması, namaza qalxmaq. Ən yüksək məqamlardır. Ən yüksək məqamlarda Allah subhanahu teala qul adlandır. Deməli, istəyirsənsə Allahın qatında və insanların qatında hörmətin yüksək olsun, Allaha qul ol. Tayyib. İndi gəlin baxaq öz halımıza. Yəni, mən o insanların birincisiyəm, Allah da bilir, subhanahu teala. Sonra bütün müsəlmanların halına. Biz həqiqətən Allaha qul ola bilirikmi? Yəni, qul da heç ağasına asi olarmı? Qul da heç ağasına qarşı günah edərmi? Fikir verirsə, subhanallah. İbn-i Qayyim rahiməhullah deyir ki, qul deyir, ağasına, məlikinə o vaxt asi olur ki, deyir, onu tanımayandır. Onu tanımayandır. Yəni, qul günah edirsə, deməli, Allahla onun arasında nə var? Cəhil var. Cahillik var. Allahla öz arasında. Yəni, bir mənada Allah haqqında məlumatı yoxdur. Biz hamımız iman edirik, hamımız deyirik ki, bizim Rəbbimiz Allah, subhanahu teala, şübhəsiz. Lakin bizim, yəni Allahla əlaqələrimiz nə cürdür? Subhanahu teala. Allahla əlaqələri gücləndirmək üçün mütləq və mütləq nə etmək lazımdır? Elm öyrənmək lazımdır. Allah haqqında. Allah haqqında öyrənmək lazımdır. İbn-i Qayyim rahiməhullah deyir ki, ola bilməz ki, qul deyir, Allahı tanıdıqdan sonra ona günah etsin. Deməli, günah edirsə, ortada nə var? Allahı tanımamaq var. Yəni, insan Allahı tanıyandan sonra, biləndən sonra ki, necə ki, Coşqun müəllim xatırlatdı. Allah yerlərin və göylərin sahibidir, subhanallah. Allah kainatın sahibidir, la ilahe illallah. Allah subhanahu teala o qədər əzəmətlidir ki, düşünün ki, elə məxluqlar var ki, vallahi nə bizim atalarımız, nə babalarımız onların adını eşitməyib. Elə məxluqlar var ki, bizim nəsillərimiz gələcəkdə, bizim zürriyyətlərimiz eşitməyəcəklər. Əsrlərlə insanlar gəliblər, dünyaya yaşayıblar, dünyadan köçüblər. Elə kiçik məxluqlar var ki, meşəliklərdə, gizli yerlərdə Allah onları xəlq edib, subhanahu teala. Hamısının Rəbbi olan Allah, subhanahu teala. Allah çox əzəmətlidir, subhanahu teala. Çalışmaq lazımdır ki, qulluğu öyrənmək. Həmin bu qulluğu öyrənmək üçün də mütləq və mütləq Allah haqqında elm öyrənmək lazımdır. Birdən sual verə bilərsiniz ki, Allah haqqında elm nədir? Tövhidi öyrənmək lazım. Tövhidi. İnsan tövhidi öyrəndikcə Allahı tanıyır. Elmlə, bəsirətlə, uluhiyyə tövhidini, rububiyyə tövhidini, ad və sifətlər tövhidini. Ən çox imanını artıran nədir? İnsanın ad və sifətlər tövhidi. İnsan Rəbbini tanıyır, adları ilə, sifətləri ilə. Subhanahu wa ta'ala. Bu cür olanda nədir? İman artır. Və təqva çoxalır. Birdən kimsə sual verə bilər ki, ancaq elmlə mi təqva artmalıdır Allaha qarşı? Bəli. Allahdan ən çox qorxanlar kimlərdir? Alimlər. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Fatır surəsində: "İnnəmə yaxşallaha min ibadihi ulema." Allah Subhanahu taala buyurur ki, qulları arasında Allahdan ən çox qorxanlar kimlərdir? Alimlər. Nəyin nəticəsində, nəyin müqabilində? Yəni onlar qorxurlar. Elmlərinin nəticəsində. O qədər onların qəlbində Allaha qarşı
elm var ki, qorxu ilə, subhanallah. Allah subhanallah adı çəkiləndə qəlblər titrəyir. Gözləri yaşarır. Ona görə biz də nə etməliyik? Allaha həqiqi qul olmaq istəyiriksə, elm öyrənməliyik Allah haqqında. Və sonra bəzi amillər var, onları da yerinə yetirmək lazım. O amillərdən bir neçəsini inşallah ki, zikr edəcəm, uzun etməyim. Sizə də yorucu olmasın. İlk olaraq o amillərdən Allahı tanımaq üçün və Allahdan qorxmaq üçün, təqvanı tapmaq üçün, Allaha yaxınlaşmaq üçün, doğrucu şəkildə qul olmaq üçün Allahın kitabı ilə məşğul olmaq. Quran-ı Kərimlə. Quran-ı Kərim sahibini yüksəldir. Quran-ı Kərim sahibi üçün nurdur. Vallahi. Quran-ı Kərim sahibi üçün nurdur. Onun sahibi həqiqətən Quranı oxuyarsa, təfəkkür edərsə, tətədbür edərsə, həyatında yaşayarsa, gündəlik həyatına tökərsə, orada olan əmirləri, qadağaları Allah onu yüksəldəcək. Subhanahu wa ta'ala. Allah onu yüksəldəcək və qəlbi həmişə nə olacaq? Qorxu içərisində olacaq. Quran-ı Kərim sanki qalxandır. Qalxandır səni Quran-ı Kərim qoruyur günah etməkdən. Nə qədər fısıq etsən də, nə qədər fasiqlik etmək istəsə insan, Allahın kitabının sinəsində gəzdirirsə, ona mane olacaq. Vallahi, utanır. Yəni, bunu təcrübə əhlindən eşitmişik, görmüşük. Allah bizə də nəsib eləsin. Təcrübə əhli deyirlər ki, danışırlar ki və biz onları görürük ki, təcrübə əhli hansı ki, onlar Quranı sinələrində gəzdirirlər, onların həyatları fərqlidir, subhanallah. Quran-ı Kərim kömək edir Allahın izi. Sonra ibadətlərdən, barakallahu fikum, gecə namazları. Gecələr Allahın qarşısında durub ibadət etmək. Düşünün ki, bütün insanlar yatır. Subhanallah. Sən qalxmısan, gözəl şəkildə dəstəmaz almısan, Allaha ibadət edirsən. Allaha uzun-uzun səcdələr edirsən. Uzun-uzun rukular edirsən. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə cür namaz qılardı? Sallallahu aleyhi ve sellem. Yəni, çalışmaq lazımdır, özümüzü örgədək, uzun şəkildə səcdə etməyə. Uzun olunan səcdə insanın qəlbini kövrəldir. Qəlbini yumuşaldır, gözlərini kövrəldir. O qədər səcdədə dayan ki, hətta gözlərin kövrəlsin, qəlbin titrəsin. Həmin bu məqamda, səcdədə dayandığı məqamda Allaha tərif elə, subhanahu teala. Özün üçün heç bir şey istəmə. Sənin vaxtın çatacaq. Sənin vaxtın çatacaq, özün üçün əyləsə istəyəcəksən. Allahı tərif elə, subhanahu teala. Allahım, bildiyim və bilmədiyim adlarla səni çağırıram. Sənin şəhərinə təriflər deyirəm. Sən əzəlisən, əbədisən, qudrətlisən, kəramətlisən, mərhəmətlisən. Örgənmək lazım, gündüzdən örgənmək lazımdır ki, neynəsən? Allahı gecələr tərif edəsən. Yəni, kimsə sual verə bilər ki, bizim üçün çox çətin olur gecə namazlarına qalxmaq. Qalxa bilmirik. Nədir burada səbəb? Sizcə səbəb nədir? Günahlar. Böyük tabeinlərdən olan İbrahim Ədhəm, səhv eləmirəmsə, rahiməhullah, onun yanına bir nəfər gəlir kişi, deyir ki, gecə namazlarına qalxa bilmirəm. Diqqət edin. Deyir ki, gecə namazlarına qalxa bilmirəm. Bunun ilacı nədir? Yəni, bunun müalicəsi nədir? Nə cür edim ki, gecə namazlarına qalxım? Mənə bir çarə qıl. Bilirsiniz o tabeyin nə deyir ona? Deyir, gündüzlər deyir, asi olduğun Rəbb səni gecələr qarşısında görmək istəmir. Fikir versəyiz. Deyir, gündüzlər deyir, asi olduğun, günah etdiyin Rəbb gecələr sənin qarşısında görmək istəmir. Bil ki, gecələr dura bilmirsənsə, bil ki, gündüzlər asiliklər edirsən. Rəbb səninlə görüşmək istəmir, subhanahu teala. Yadıma gəlir, bizim müəllimlərimizdən bir nəfər bizə dedi ki, ola bilsin ki, bütün fənləri əzbərləyəcəksən, örgənəcəksən, əqidədən, fıqdan, lüğətdən, bəlağətdən. Lakin bil ki, fısıq varsa, fasiqlik varsa, Allah kitabını sənə bəxş eləməyəcək. Bil ki, Allahın kitabını əzbərləyə bilməyəcəksən. Heç vaxt. Madam ki, fasiqlik sənnədir, sən davam edirsən fısıqla, heç vaxt Allahın kitabını əzbərləyə bilməyəcəksən. Sanki Allah subhanahu teala sənə deyir ki, وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَى Allahın misal daha yüksəkdir. Sanki Allah sənə deyir, ey qulum, nə qədər ki, günahlarında davam edirsən, kitabımı sənə bəxş eləməyəcəm. Bu Allahdan bəxşdir. Allahdan neymətdir, subhanahu teala. Sonra amillərdən barakallahu fikum dua etmək. Allaha çoxlu şəkildə dua etmək. Düz danışdıq gecə namazında dua etmək və bütün vaxtlarda, şərt deyil gecə namazında, bütün vaxtlarda dua etmək, Allahdan istəmək.
Duanın da ədəblərini bilirsiniz, öyrənmişsiniz, elhamdülillah. Bir şey olmaz ki, yenə təkrar edək. Dua edərkən 4 mərhələdən ibarətdir. Allahı tərif etmək, subhanahu teala. Allahın şəninə təriflər demək. Yəni 10 dəqiqəlik dua edəcəksənsə, 8 dəqiqə Allahı təriflə. 2 dəqiqəlik sonra o üstəkiləni deyərsən. Allahi bacarsan 9 dəqiqə. Sonra Muhammedə sallallahu aleyhi ve sellemə salamat demək. Bütün peyğəmbərlərə və Muhammed sallallahu aleyhi ve sellemə ikinci mərhələ. Üçüncü mərhələdə günahları etiraf etmək. Dördüncü mərhələdə nədir? Allahdan özün üçün istəmək, nə istəyirsən. Üçüncü mərhələ haqqında bir dənə nöqtə var, orada dayanmaq istəyirəm. Günahlara etiraf etmək. Elə məqamlar olur ki, subhanallah, insan daha doğrusu, günahlarını ancaq səcdədə Allaha deyir. Hamımızda olub, elə deyil mi? Sizə bir misal verəcəm. Deyək ki, gənc bir qardaşımızdır. Yəni, evlənmək vaxtına çatıb. 25 yaşı var, 24 yaşı var, 26 yaşı var. Yəni, həmin o məqamlar ki, həmin o anlar ki, yaşayır, evlənmək istəyir. Onun imkanı yoxdur, evlənə bilmir. Və yaxud istəklərini valideynlərinə də belə bildirə bilmir. Nə cür nə desin ki, anasına, atasına mən evlənmək istəyirəm, çətindir, ağırdır. Subhanallah, səcdədə Allaha deyirsən. Fikir verirsiniz. Səcdə elə deyən Allaha. De ki, Allahım, halımı bilirsin. Halımı səndən başqa heç kim bilmir, subhanahu teala. Allaha orada denə. Vallahi Allaha denə, Allah subhanahu teala səni nedir? Səni yetirəcək, subhanahu teala. Sənin sıxıntılarını aradan götürəcək. Günahları etiraf etmək məsələsi 3-cü mərhələ idi, elə deyilmi? Günahları etiraf etmək. Elə şeylər olur ki, hamı istəyir ki, günahlarını gizlətsin də. Hətta bizlərdən bəzilərimiz günah etmək istəyəndə istəmirik ki, hansısa bir qardaşın yanında eləyək, düzdür? Bizi görəcək, utanır da, insanıq, subhanallah. Həmin o incə məqamlar var, o incə məqamlar üçün Allaha dua elə. De ki, Allahım, bunu məndən uzaqlaşdır. Elə insanlar var ki, yəni, insanlar arasında mələk kimi olur. Təklikdə olanda şeytan kimi olur. La havle və la quvvətən illa billah. İnsanlar arasında olanda özünü saxlaya bilir. İnsanlara görə. Bu, subhanallah, insanın qəlbində o qədər imanın zəifliyi, o qədər tövhidin zəifliyi var ki, eyni Allah söhbəti yoxdur qəlbində. Bəs Allah, subhanahu teala. O vaxt sələflər belə eləyərdilər. Günah eləmək istəyəndə özlərinə sual verərdilər. Tövhid əhli. Eyni Allah. Bəs Allah, subhanahu teala. Bildiyiniz ki, məşhur qıssadır. Ömər bin Xattabın radiyallahu anh vaxtında hansı ki, süd satan qadın qızı ilə südün içinə, anası qızı ona təklif eləyəndə ki, süd qataq, anası daha doğrusu, üzr istəyirəm, südün içinə su qataq. Qızı deyirdi ki, bəs, deyirdi ki, hamı yatıb, heç kim görmür. Hətta Ömər də yatıb, radiyallahu anh, xalifə. Qızına deyirdi. Deyirdi, eyni Allah. Bəs Allah? Allah görmürmü, subhanahu teala? Fikir verirsiniz, həqiqi tövhid əhli, həqiqi iman olan qəlbində insanlar həmişə bu cür eləyirlər. Nə cür nə çətin məqam olursa olsun. Düzdür. Yəni, ola bilsin ki, elə məqamlar olur ki, insan şeytan çaşdırmağa çalışır, Allah qorusun. Gərək insan özünü sıxsın da. Çalışsın ki, günah eləməmək üçün. Çalışanda həmin o günah olunacaq bir saniyələr olur da. Bir dəqiqə mi olur, nə qədərsə olur. Deyək ki, bir günahla üzləşirsən, günah gəlirsən, gedirsən. 1 saniyəlik, 10 saniyəlik, 15 saniyə gözünü mü yuvursan, sağan baxırsan, solan baxırsan, o günah gedir də. Ondan sonra sənin qəlbinə rahatsızlıq gəlir. Amma günahla üzləşəndə, sən özün də istəyəndə ki, o olsun, sonra zillət gəlir qəlbə. Sən çalış bu cürünə bir neçə dəfə, Allah səni müvəffəq edəcək. وَالَّذِينَ جَاهَدُوا ف۪ينَ لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا Allah subhanahu teala Ənkabut surasında buyurur ki, kim bizim yolumuzda cəhd edərsə, çalışarsa, biz onu doğru yola yönəldərik. Yolumuzda sabit edərik, subhanahu teala. Son olaraq, barakallahu fikum amillərdən Allahı tanımaq üçün, təqvanı artırmaq üçün, Allaha həqiqi qul olmaq üçün 2 dənə amil qaldı. Birincisi istiğfar, ikincisi Muhammedə sallallahu aleyhi ve sellemə salavat demək. Allaha çoxlu istiğfar etmək lazım. Allaha gecə gündüz. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələr deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir məclisdə 70 dəfə, başqa bir rivayətə gəlir, 100 dəfə deyir, istiğfar edərdi. Allah məclis bəlkə 10 dəqiqə olardı, 5 dəqiqə olardı, 7 dəqiqə olardı, 1 saat olardı. Düzdür? Yəni, bu məclisdən söhbət gedir, bir məclisdən. Görün, gün ərzində Allah Resulü sallallahu aleyhi ve sellem nə qədər istiğfar edir? Salavatullah aleyhi ve sellem. Keçmiş və gələcək günahlar bağışlanmış. Onun haqqında danışdıq, elə deyil mi? Sallallahu aleyhi ve sellem. Bu cür nə idisə halı, bəs biz necə, subhanallah?
Bizim günahlarımız səmaya çatır. Allah korusun. Səmaya çatır, subhanallah. Allah'a həmd olsun. Elhamdülillah ki, Allah bizim üçün örtür basırır. Allah bizim günahlarımızı bağışlasın, əfv etsin. Günahlar dəhşət, subhanallah. Günahlar insanın həyatlarını qaraldır. Allah-u Akbar. Zillət verir. Kin-küdrət verir. Həmişə tənbəllik gəlir. Ona görə çoxlu şəkildə istiğfar etmək lazım. Əstəğfirullah və atubu ileyh. İstiğfarın növlərini öyrənmək. Və sonra nə? Allah Resulü sallallahu aleyhi ve sellemə salavat etmək. Sallallahu aleyhi ve sellem. Bu günlər bir məqaləni oxudum. Məqalədə keçirdi ki, Əbu'l-Leyth el-Səmərqandi, Səmərqəndli bir şeyxlərdən biri yazıb bu məqaləni. Deyir ki, bütün ibadətləri Allah qullarına əmr edir. Subhanahu wa ta'ala. Tək olaraq Allah əmr edir qullarına bu ibadətləri yerinə yetirir. Namazı, orucu, zəkatı, düzdür. Yalnız bir ibadət var ki, ondan başqa. Orada özü başlayır, sonra mələklər, üçüncüsü möminlər. Necə idi ayətdə? İnnallâhe və mələikətəhu yusallûne alən-nəbi. Allah və mələklər Peyğəmbərə salavat deyir. Fikir verirsiniz. İnnallâhe birincisi, və mələikətəhu ikincisi. Sonra əmr edir ki, ya eyyuhəl-ləzīnə əmənu sallu aleyhi və səllimu təslimə. Ey iman getirənlər, siz də kamil şəkildə Peyğəmbərə salam və salavat deyin. Fikir verirsiniz. Allah birinci özü başlayır. Subhanahu wa ta'ala. Sonra mələklər, sonra möminlər. Belə bir ibadət eşitmişdinizmi? Heç mən də eşitməmişdim, subhanallah. Birinci də bəydir. Yəni, bütün ibadətləri Allah subhanahu ta'ala bizə əmr edir. Namaz qılın, oruç tutun. Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman getirənlər, sizdən öncəkilərə əmr edildi, kim sizə də əmr edildi, nə? Oruç tutma. Və aqimus-salətə və ətuz-zəkə, namaz verin, zəkat verin. Bütün fikir versiz əmirlərə. Amma bu ibadətdə Allah özü başlayır birinci. Subhanahu ta'ala. Sonra mələklər, sonra möminlər. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellemə çoxlu şəkildə salam və salavat demək lazım. Bizim müəllimlərdən biri danışırdı. Deyir ki, Məkkədən Mədinəyə, yoxsa başqa bir yerdən Mədinəyə getməli idi. Haradasa gedəcəyi bir yer 400 kilometr, 500 kilometr yol idi. Buradan deyək ki, Tovuza kimi, Qazağa kimi. Onun elə bir işi var idi ki, deyir, subhanallah, heç vaxt deyir, alınması işə oxşamırdı. Yəni, insanların nəzəriyyəsinə görə bu iş alınmayacaq idi. Deyir, getsən də alınacaq, getməsən də. Yəni, orada çatsan, orada olsan da alınmayacaq idi onsuz bu iş. Müəllim deyir ki, subhanallah, deyir ki, maşına minib, deyir, rolu tutandan deyir, ta ora çatana kimi deyir, salavat deyə deyir. Allahumma salli alə Muhammed və alə Muhammed, Allahumma salli səllim alə nəbinə Muhammed, sallallahu aleyhi ve sellem, salavat deyə deyir. Deyir ki, ora çatmağına az qalmış deyir, ona zəng gəldi ki, istəsən gəlmə artıq, işin düzəldi artıq, elhamdülillah. Görürsən? Sallallahu aleyhi ve sellem. Salavat çoxaltmaq lazım, vallahi. Düzdür, bizim Azərbaycanda bu məşhur deyil. Ərəb ölkələrində, hətta, nəzür deyim, yəni, subhanallah, ən fısıqı olan insanlar da belə. Heç ibadət əhli deyil. Yenə salavat dilindən düşmür. Günlərinə, güzəranlarına baxırsan ki, cah-zalal içərisindədirlər. Vallahi. Çoxlu şəkildə salavatı demək lazım. Sallallahu aleyhi ve sellem. Sallallahu aleyhi ve sellem. Fikir, Allah əmr edir. Əmr edir. Ya eyyuhəl-ləzīnə əmən sallu feyl əmr. Əmr edir subhanahu wa ta'ala. Sonra Allahdan dilərəm ki, Allah bizi sabit etsin. Bu dua ilə inşallah ki, yekunlaşdırıram. Muaz bin Cəbəl buyurur ki, Kənən nəbiyyü sallallahu aleyhi ve sellemə yukthiru həzə dua. Muaz bin Cəbəl deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu duanı çoxaldardı. Hansı duadır? Ya muqallibə əl-qulubi səbbit qalbi alə dinək. Ya muqallibə əl-qulub səbbit qalbi alə dinək. Ey qəlbləri çevirən Allah, qəlbimi din üzərində sabit et. Bu duanı çoxlu eləmək lazım. Bir günlər bir nəfər mənə dedi ki, Şeyx İbn Bəz rahiməhullah, fəqihül ümməydə İbn Bəz rahiməhullah, deyir, həmişə bu duanı deyərdir. Ya muqallibəl qulub səbbit qalbi alə dinək. Çünki qəlblər Allahın barmaqları arasındadır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, qəlblər Allahın barmaqları arasındadır. Allahdan sabitçilik diləmək lazımdır və Allahdan ixlaslı olmağı diləmək lazımdır. Allahdan dilərəm, Allah bizi ixlaslı eləsin. Sözlərimizdə və feillərimizdə. Allah bizim qardaşlığımızı qorusun, mübarək etsin, bərəkətli etsin. Allah hamınızdan razı olsun. Barakallahu fikum. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illə əntə. Əstəğfiruka və etûbu ileyk.